Everyone, hər kəsə salam. Əziz beşincilər, növbəti iş dəftərimizin izahı ilə qarşınızdayıq. Bugünkü izahımız Language in Context 1 olacaq. Mövzumuz present continuous affirmative and negative cümlələrdən. Yəni, indiki davam edici zaman təsdiqdə və inkarda. İlk öncə bizə cümlələr verilib, gəlin onları başlayaq yazmağa düzgün formada. Deməli, Carla is wearing blue jeans. Cümləmiz bu şəkildə olacaq. Yazaq. Carla is wearing blue jeans. Present continuousun deməli qurulma qaydası necə idi? Subject, üstəgəl əmizar, üstəgəl verb aincili. Yəni subjectimiz olur mübtəda, əmizar mübtədaya uyğun olaraq, daha sonra məsələn feil isə feilin sonuna ing artırmaqla biz düzəldə bilirik bu formanı. 3-ə baxırıq. Şəxsimiz, subjectimiz we idi. We are having lunch. Having lunch at a restaurant. Restaurant. Belə. Daha sonra gəldik bura bu hissəyə. Subjectimiz olacaq I. I-da nə işlənir? Am. I am going. I'm going home. Evə. On the bus. Avtobusda. Daha sonra he is playing tennis at 5. Sonuncusu you. Today bunların hamısı daha doğrusu affirmative cümlələrdir, düzdürmü? Bəli. You are wearing my jacket. Bu şəkildə cümləmizi tamamladıq. Davam edirik negativ forması ilə. Negativdə isə bildiyimiz kimi am izardan sonra da istifadə edirik. Sadə bir şəkildə inkar forması düzəlir. Məsələn, Marcy isn't olacaq, tək adamdır. Isn't coming. Daha sonra I am not wearing. My parents cəmdə olduğuna görə aren't buying. You-da ar işlənir. You aren't looking. He isn't waiting. Bu şəkildə cümlələrimizi tamamladıq. Davam edirik. Look at the mates and write about what you see using the pronouns. Fabio looked trainers trousers. Fabio is looking at trainers. He is not looking at trousers. Yəni o ayaqqabılar, idman ayaqqabılarına baxır, şalvarlara baxmır. Yəni idman ayaqqabısı axtarır, daha doğrusu şalvar axtarmır. Digərlərini də biz uyğun formada yazacağıq. Bəli uşaqlar, mən burada cümlələri qurdum. I'm getting a shirt. Mən köynək alıram. I'm not getting school uniform. Mən məktəb forması almıram. Lana and Pete are waiting for a train. They aren't waiting for a bus. Lana və Pete qatar gözləyirlər onlar. Avtobus gözləmirlər. 5-də isə they are watching a film. Onlar film izləyirlər.
They aren't watching a soccer. Onlar demək futbol izləmirlər. Üç dənə we aren't eating dinner. Biz şam yeməyi edirik. We aren't eating breakfast. Səhər yeməyi etmirik. Emily is wearing t-shirt. Emily t-shirt geyinib. He isn't wearing a sweatshirt. O sweatshirt geyinməyib formasında yazdıq. Davam edirik. Language in context to ilə. Burada deməli 1-dən 5-ə 6-ya qədər olan sualları A-dan F-ə qədər cavabları ilə birləşdirməliyik. Gəlin baxaq. Are we going out right now? Deməli, are we deyirsə, yes we are, come on. Cavabı bu şəkildə verə bilərik. Is Andres coming with us? Andres bizimlə gəlir. No, who is it? He is staying at home. Xeyr, o gəlmir, o evdə qalır. Where are they waiting for us? Onlar harda bizi gözləyəcəklər? Outside the cinema, məsələn, sinemanın çölündə. Are they taking the bus? Onlar avtobusla gələcəklər. No, they aren't. They are walking. Yəni gəzərək gələcəklər. Who is getting the tickets? I am. Kim alır biletləri? O da deyir ki, mən. Bu şəkildə tamamladıq. Complete a question using a verb below. Aha. Burada isə cümlələrə uyğun olaraq feilləri yerləşdirməliyik. Deməli, burada sualımız olacaq are-la, çünki we-də are işlənir. Yenə have. Are we have pizza? He-də olacaq is. Is he take a shower? Have a shower da olar. Onda burada belə eləyək. Eat pizza. Have a shower. Have a shower da olur. Take a shower da olur. Yəni hər ikisi uyğundur. Bircə dəqiqə burada. Üçüncü şəxsin təkidir. Is he has a shower olmalıdır. Şəxsimiz axı təkdədir. Daha sonra it də getdi, have də getdi. You-da işlənir are. Are you go? Are you go? Bircə dəqiqə mən səhv eləyirəm burada. Bircə dəqiqə, bir çox üzr istəyirəm. Fikrim dağıldı burada. We eating. Axı mən davam edici zamanda yazmalıyam. Çox üzr istəyirəm. Is having. Are going. Baxın bu şəkildə. Daha sonra going da getdi. Sinema təkdə olduğuna görə is the cinema closing. Bağlıdır indi. Bir də wear is the she də is işləndiyinə görə is she wearing? Bu şəkildə cümlələri tamamladıq. Ümid edirəm ki, mən yazan kimi siz də yazmamışdınız. Çünki səhv olacaqdı. Bəzən olur belə səhvlər. Daha sonra 3-ə baxırıq. Use the mates to answer the question exercise 2 with a short answer. Short answer verməliyik. Exercise 2-dəki suallara. Birincidə yes they are deyir. Having fun. Are they having fun? Onlar əylənirlər. Yes they are. 2-də deyir ki, are we eating pizza? Biz pizza yeyirik. Məncə söhbət buradan gedir. Yəqin ki, onlar pizza yeyirlər. Dəqiq mən PDF-dən yaxşı görmürəm. Pizza yeyirlərsə yazacağıq ki, yes. Yes, we are. Yox, əgər kitabda görsənir yemirlərsə, no, we aren't şəklində yazacaqsınız. Bunu mən dəqiq görmədiyimə görə hər ikisini də yazdım. Siz ancaq birini yazın. Əgər doğrudan pizzadırsa, yes, we are. Yox deyilsə, no, we aren't. 2-də, is he having a shower? O duş alır. Söhbət buradakı şəkildən gedir yəqin ki, o duş alır. Burada duş aldığını göstərmir. Ona görə no, he isn't. No, he isn't. Daha sonra nə deyir? Are you going to a party? Partiyə gəlirsən?
Bu şəkildə söhbət gedir yəqin ki, burada deməli, onlar partiya uyğun geyindiklərinə görə mi deyim? Mən belə düşünürəm ki, yes, I am şəklində biz cavabı verə bilərik. 5-də isə deyir ki, is the cinema closing right now? Burada bunlar ödəmə mi edirlər, nəsə edirlər, dəqiq görünmür. Yəqin ki, ödəmə edirlər orada. Ödəmə edirlərsə, yəqin ki, bağlanmayıb. No, it isn't deyə düşünürəm. Dəqiq görmürəm. PDF-dən yaxşı görünmür ki, orada nə edirlər. Ümid edirəm ki, orada nəsə ödəmə edirlər post terminaldan. Yox, eləmirlərsə, sizdə elə görünmürsə, kitabda siz yes, it is şəklində yaza bilərsiniz. 6-da isə deyir, is she wearing a glasses? Bu şəkildən gedir söhbət. Görürük ki, bəli, glasses geyinib, deməli, yes, she is şəklində cavab verə bilərik. Davam edirik. Get moving. 8-ci unitlə affirmative-də can ability, can bacarmaq, bilmək feilindən söhbət gedir burada. Can modal feili indiki zamanda bacarmaq, bilmək, qabiliyyət anlamında istifadə olunur. Can'dan sonra gələn feil s-siz, ing-siz, to-suz ya da keçmiş və ya zamana görə dəyişmir. Keçmişə, gələcəyə, indiki zamana görə. Yəni s artıra bilmərik. Keçmiş zaman isə ed artıra bilmərik. İndi siz qaydalı, qaydasız feillər keçəcəksiniz. Onda görəcəksiniz bunu da. Yəni heç bir şəkilçi və yaxud da heç bir zaman formasına görə dəyişmədən işlənilir. Elə sadəcə belə. I can walk. You can speak. Mən gəzə bilirəm. Sən danışa bilirsən. She can write. O yaza bilir. Bu şəkildə sadəcə adi sadə formada özündən sonra feillər gəlir və heç bir zamanda şəxsə görə də dəyişmirlər. Sualı inkarı da çox rahatdır. Sualda keçir əvvələ. Bura. Can she write? Can you speak? Can I walk? İnkarında isə candan sonra not gəlir. I can't walk. Qısaca cannot yazılır belə can't. Baxın bu formada can't. I can't walk. Mən gəzə bilmirəm. You can't speak. Sən danışa bilmirsən. She can't write. O yaza bilmir formasında. Bu belə. Affirmative kick the ball to me upon. Imperative cümlələri, yəni əmr cümlələri söhbət gedir. Burada əmr cümlələrində əmr etdiyimizə görə həmən cümlə də mütləq birinci feillə başlamalıdır. İnkarda don't-la, başqa heç bir olmaz, doesn't falan olmaz. Don't-la, təsdiq cümləsi isə feilin özü ilə. Bəzən burada please falan da verə bilər. Uşaqlar çaşırlar ki, müəllimə orada please deyir axı, o əmr vermir. Amma əmr cümlələrində başlıqda please də gələ bilər. Məsələn, please open the door. Zəhmət olmasa qapını bağla. Düzdür. Bizdəki əmr cümləsindən fərqlidir. Biz öyrəşmişik, yəni qapını bağla sadəcə belə deməyə. Amma zəhmət olmasa sözü də, ifadəsi də orada istifadə oluna bilər. Gəldik, we use imperatives to tell people what to do. Biz bu əmr cümlələrini, əmr sözlərini işlədirik insanlara nə isə etməyi deyəndə. Burada verblər və sportslar, yəni idmanlar verilib. Gəlin onları yazaq, daha sonra mənalarını yazaq. İzahımıza qaldığımız yerdən davam edərik. Bəli, uşaqlar, burada mən feillərin mənalarını yazdım, amma healthy habits, yəni sağlam vərdişləri olan sözlərin mənalarını yazmaq, yəni qarşıda biraz çətin olacaq. Mən deyəcəm, siz istəsəniz dəftərinizdə qeyd edərsiniz. Verbs and sports-a baxaq ilk öncə. Catch tutmaq, dance rəqs etmək, ice skate konki sürmək, kick təpik vurmaq, play voleybol oynamaq, run isə qaçmaq. Ski xizək sürmək, surfing etmək, swim üzmək, throw tullamaq, atmaq, walk isə gəzmək olacaq. Healthy habits sağlam vərdişlərdə isə do exercise, yəni məşq etmək. Don't drink soft drinks, qazlı içkilər içməmək. Don't eat junk food,
Um, Junk food yəni bu hamburgerdir, pizzadır, sağlıqsız yeməklər yeməmək, fast food yeməmək, don't go to bed late, yatağa gec getməmək, don't sit down all day, bütün gün oturma, drink water, su iç, eat healthy food, sağlam yemək ye, go to bed early, yatmağa erkən get, yatağa erkən get. Vokablarımız, vokablarımızı öyrəndik. Budur bizim vokablarımız. Gəlin indi çalışmalarını yazaq. Do you want to swim, walk, kick in the ocean? In the ocean deyirsə, okeanda mən təpik vurmaram, gəzmərəm, neyniyərəm? Üzərəm, düzdür? Sometimes we play music, run, dance, I throw. Sometimes we play music and dance. Musiqidə neyniyirlər? Dans edərlər də, düzdürmü? Dance. In the winter you can swim, ski, ice skate on the lake. Ice skate nə deməkdir? Ice skate konki sürməkdir. Ski isə xizək sürməkdir. Lake-də biz ice skate eləyərik, yəni buzda konki sürmək. Can you throw, catch and run 10 kilometers? Təpiyi vurmazsan 10 kilometr ya da tutmazsan, amma qaçmaq uyğundur. We kick, play, run soccer in the park. Biz təpik vururuq olmaz, qaçırıq olmaz, soccerdır çünki burada futbolu oynayırıq. We play soccer in the park. Bu şəkildə. Daha sonra complete with these verbs, then write them in a correct count. Deməli, ilk öncə bunları doldurmalıyıq, daha sonra onu healthy yoxsa unhealthy bölməsində yazmalıyıq. Healthy sağlam deməkdir, unhealthy isə sağlıqsız. Go to bed. Go to bed olacaqsa go dediğimiz kimi go to bed. Daha sonra sit down all day, bütün gün oturma. Sit down. Go to bed. Yine burada go var. Go to bed early. Eat healthy food. Do exercise. Drink water. Eat junk food. Junk food. Aha. Deməli, sağlam olanları bu bölməyə, sağlıqsız olanları isə digər bölməyə yazırıq. Məsələn, go to bed late o sağlamsız. Sit down. Go to bed early. Məsələn, bu sağlamdır. To bed early. Yatağa tez getmək lazımdır, erkən getmək. Eat healthy food. Sağlam yemək yemək. Daha sonra do exercise. Məşq etmək. Drink water. Su içmək. Bunlar sağlam olanlar. Gəlin indi qeyri-sağlam olanları yazaq. Drink soft water. Soft drinks. Bunu drink soft water yox, drinks. İçəcəklər, yəni qazlı içəcəklər. Şəkərli içəcəklər belə gedir. Drinks. Daha sonra go to bed late. Late. Daha sonra sit down all day. Bütün gün oturmaq. All day. Eat junk food. Fast food yemək. Bunlar da oldu unhealthy vərdişlər. Davam edirik. Look at the mates and complete the sentences with the vocabulary from exercise 2. Exercise 2 dediyi bu vocabulary'dan biz istifadə etməliyik. My dad sit down all day at work. Məsələn, bütün gün oturur işdə. Sit down all day. Day at work. Pablo doesn't junk food. He eat healthy food. Healthy food yaza bilərik, düzdür? Healthy food.
Çünki məncə bu junk food yemir. Yəni pizza, hamburger, kartofli kimi şeylər yemir. Adele do exercise, do yox da az olacaq Adele tək olduğuna görə. Exercise at gym. Məşq eləyir idman zalında. My little sister go to bed early. She doesn't uh, go too late. O gec getmir. Aa, bir dəqiqə səhv yazdım. Yox, düz yazdım. Late E hərfi. Aha. İşte bu kadar. Laura doesn't drink soft drink water. My dad sit down all day at work. Bütün gün işte oturur. Pablo doesn't drink food. O deməli zərərli qidalar yemir. Fast food yemir. O yeyir. Eats olacaq. Burada sını unutmuşam. He eats healthy food. Adele does exercise at the gym. My little sister goes to bed olmalıdır. Sister baxın. Təkdə daxı. Goes to bed. Burada da həmçinin qonun sonuna s gəlməlidir. Tez yazdım deyə bunları unuttum. Goes to bed late. Burada inkar var. To bed late. Bu şəkildə tamamladıq. Davam edirik. Find the mistakes, cross out the words that are wrong and write the correct words on the lines. Deyir ki, bu dəqiqə mənim elədiyim səhvi deyir. Səhvləri düzəlt və onların düz versiyalarını yanında yaz. Məsələn, burada sualda can-lə verilibsə, play-dən s düşməli idi. Baxın burada necə doesn't varsa, inkar varsa, go-dan s düşməlidir. Təsdiq cümləsində goes yazırıq. My little sister tək olduğuna görə. Yəni bir nəfərdir də bacı. Amma doesn't da s olduğuna görə artıq biz əsas feildən s-i silməliyik. Amma modal feillərdə isə heç bir zaman s, nə bilim, id, to, ing bunun kimi ə, şəkilçilərdən istifadə olunmur. Elə birbaşa feilin özü gəlir rahat formada. İkiyə baxırıq. Who, no, he don't verib. He don't yox, he də doesn't olmalı idi. Üçüncü şəxsin təkində doesn't, does olur. Ümumiyyətlə, no, he can't. Burada can-lə veribsə, digər cümlədə mən bu cümləyə baxmamışdım. Can-lə veribsə sualı, cavabı da can-lə verməlidir. İstəyir inkarda olsun, istəyir təsdiqdə olsun. İnkarda olanda da burada görəm ki, inkardır. Deməli, can-in sonuna nə artıracam? Can't artıracam. Deməli, not bayaq yazdım. Can not qısaldılmış olur can't. Can-lə sual verib do-la cavab verə bilmərəm. Mən bayaq cümləyə baxmadım, yazdım. Bugün biraz nəsə çox səhvlər eləyirəm uşaqlar. Türklər demiş kusuruma baxmayın. Bu şəkildə. Yəni nə ilə sual veririksə, o ilə də cavab verməliyik. Can-la sual verib do-la cavab verə bilmərik. Do-la sual verib can-la cavab verə bilmərik. Həmçinin digər köməkçi feillərdə də eynisidir. I love soccer. I can to run verib burada. Baxın. To run bu səhvdir. Çünki I can-dən sonra sadəcə ilə run gəlməlidir. Elə sadəcə run. To'suz run. Yəni to silinməlidir oradan. Now, indi sual verir ki, can't you run fast too? Sən də yəni qaça bilmirsən sürətli. Now I don't. Sualı cavabın don't-la verib. Axı burada səndən can-dən soruşur. Deməli, no I can't formasında yazmalıydıq cavabını. Can you throw a ball? Yes, I can. And I can catching. Baxın, can-dən sonra gələn feylə ing artırıb. Dedik ki, bu şəkildə düzgün deyil. Elə feilin özü işlənəcək. Catch a ball to cool. Bu qədər. Tapşırığımızı tamamladıq. Altıda isə cool yazıb orada arası bir şey yoxdur. Yenə də baxaq gözümdən qaçan. Can your brother play football, Martin? No, he can't, but he can play soccer. I love soccer. I can run very fast. Can't you run? Can't you run? Aha, burada bir dənə sualda da səhv var. Can you run olmalıydı. Bircə dəqiqə. Baxın, mən deyirəm axı altı boşluq qalıb. Burada can't you run fast too? Sual verirsə can't yox, can. Can you run fast too olmalıydı. No, I can't. Burada.
Daha sonra can you throw a ball? Hmm, no, I can. Burada da olacak. Bəli uşaqlar, burada kənti tığsı silinməlidir. Çünki sualı verirsə, kən özü olmalıdır. Qalanlar eyni ilə qalır. I can run very fast. Can you run fast too? No, I can't. I am very slow. Can you throw a ball? Yes, I can. And I can catch a ball too. İkiyə baxırıq. Can or can't and the verb below. Gəlin başlayaq. İkinci sualda deməli can-lə birinci başlayır sual cümləmiz. Can you run 10 kilometers? Sən 10 kilometr qaça bilirsən? All my friends müsbət cümlədir. Basketboldursa play olacaq. Can play. Oynaya bilirlər. Daha sonra sual yenə can əvvəldə. Your mom speak Japanese. Japonca danışa bilir anan. Maria, bu sualın cavabımız inkarda olduğuna görə can't. Ev tapşırığı etmək də do homework-dur. Can't do her math homework. Daha sonra great cakes qalır make. I can make. Mən hazırlaya bilirəm. Əla tortlar. Tamamladıq. Davam edirik. Put the words in order to make imperative sentence. Imperative sentence-də nə ilə gəlir demişdik cümləmiz? Feilin özü ilə və ya da inkar varsa don't-la yalnız. Bu şəkildə. Gəlin baxaq 2-yə. Don't-u görürük, başa qoyuruq. Don't eat a lot of sweets. Çox şirniyyat yemə. 3-də have fun at the park. At the park. Daha sonra throw the ball to Julia. Topu Julia'ya tulla ya at. Don't kick. Vurma. Your brother. Kardeşini vurma. Give me. Give to me. To da var burada. Give to me the book. O kitabı mənə ver. Belə, tamamladıq. İndi isə nə etməliyik? Look at the mates and use the verbs below to complete affirmative and negative imperative sentences. Deməli, bu verilən feilləri biz affirmative və negativində istifadə etməliyik bu cümlələrdən. Gəlin istifadə edək. Bəli uşaqlar, mən burada feilləri yerləşdirdim. Gəlin oxuyaq. Catch the ball, Marco. Topu tut, Marco. Don't swim in the ocean today. Bugün okeanda üzmə. Eat your vegetables, Pablo. Pablo tərəvəzlərini ye. Today is hot. Bugün istidir. Don't forget to drink water. Su içməyi unutma. Don't walk to school today. Take a bus. Bugün məktəbə gəzərək getmə, yürüyərək getmə. Avtobusa min. Davam edirik. Look at the posters. What are they for? Take the correct answer. Postersə baxmalıyıq və bu nə haqqındadır? Kimlər, what are they for? Bunun cavabını verməliyik. İlk öncə gəlin oxuyaq, söhbət nədən gedir. Ondan sonra qayıdıb həmən suala cavab yazarıq. Can't cook, we can teach you. Bişirə bilmirsən, biz sənə öyrədərik. Biz sizə öyrədərik. Try our friendly cooking club. Bizim mehriban yemək pişirmə klubumuza qoşula bilərsiniz. Yəni try.
Come to the cooking room from 4 to 5:30 on Mondays. Bazar ertəsi günləri saat 16-dan 17:30-dək yemək bişirmə otağına gəlin. Learn to cook healthy food that tastes great too. Dadlı olmaqla yanaşı sağlam yeməklər də bişirməyi öyrənin. Don't forget, you can eat all the tasty things you make. Unutmayın, hazırladığınız bütün ləzzətli şeyləri dada bilərsiniz. Can you throw and catch a ball? Sən topu ata və tuta bilmirsən, yəni atıb tuta bilmirsən. Are you between 3 age of 30 and 50? 13-15 yaş arasındasınız. Come and join our basketball club. Basketbol klubumuza qoşulun. Gəlin və basketbol klubumuza qoşulun. We meet at 5 on Wednesday. Wednesday the gym. Aha. Birləşik yazılıb deyə qəribə görünür. Biz deməli çərşənbə günləri saat 17:00-da idman zalında görüşürük. Join us and our fantastic PA teachers Mr. Allen and Mrs. Williams for an hour of fun and exercise. Möhtəşəm bədən tərbiyəsi müəllimlərimiz cənab Allen və xanım Williamsla 1 saatlıq əyləncə və idman üçün bizə qoşulun. Love soccer and hate bad weather. Futbolu sevir, amma pis havayı nifrət edirsiniz. No problem. Play indoor soccer with us. Problem yoxdur. Bizimlə qapalı futbolla oynayın. We have friendly games in the school gym. Girls on Thursday and boys on Fridays. Məktəb idman zalında dostluq oyunlarımız keçirilir. Qızlar çərşənbə axşamı, oğlanlar isə cümə günü oynayırlar. Wear trainers and comfortable clothes. All age play together. İdman ayaqqabısı və rahat geyim geyinin, bütün yaşlar birlikdə oynayır. History isn't boring. It is great. Tarix darıxdırıcı deyil, o gözəldir. Do you love history too? Siz də tarixi sevirsiniz? Join us in the school canteen on Fridays and lunchtime to eat lunch and talk about interesting historic topics. Cümə günləri nahar vaxtı məktəb yeməkxanasında nahar edib maraqlı tarix mövzuları haqqında danışmaq üçün bizə qoşulun. Next week's History Club topic USA presidents from 19th to 20s. Our students are welcome. Deməli, gələn həftə tarix klubumuzun mövzusu 1900 və 2000-ci illər arası ABŞ prezidentləridir. Bütün şagirdlər, xoş gəlibsiniz. Gəldik, oxuduq, məlumatımız oldu bu haqda. İndi isə gəlin birinci suala qayıdaq və sualın cavabını araşdıraq. To help students be healthy, bu nə haqqındaydı? Yəni o studentlərə, tələbələrə sağlam olmağa kömək edirdilər. Yoxsa to give information about school clubs, yoxsa to give information about sports clubs. Sadəcə sports clubs deyildi burada, yəni idman klubları haqqında məlumat vermirdi. Burada tarix klubu da var idi, idman klubu da var idi, yemək bişirmə klubu da var idi. Ona görə olacaq ikinci cavabdır, düzgün. İkiyə baxırıq. Read the posters are the statements true or false. True, false eləməliyik. Gəlin baxaq. The cooking club is 1.5 hours long. Deyir ki, o 1 saat cooking club 1 və ya saat yarım çəkir. Baxaq. Bu düzdür, truedur. 4-dən 5:30-a qədər çəkir. 1 saat yarım düzdür. Daha sonra the soccer club is at the school. Soccer clubı schooldadır deyir. Baxaq. We have them in the school gym. Bəli, baxın, məktəbin gymindədir. Bu da truedur. Girls and boys play together in the school. Girls and boys hər yaş deyir, uyğundur, oynaya bilir. Bu da true. The history clubs meets in a classroom. Xeyr, bu false idi. Classroomda deyil, kantində idi. The history clubs is at lunchtime. Lunchtime'daydı. Bana baxaq, bəli, lunchtime to eat lunch, bəli. Bu da olacaq true.
Davam edirik. Choose the correct ending for each sentence. Basketball club is finishes at 6. Students play basketball indoors. Students learn to make food like salad and vegetables. Çünki orada sağlıqlı yeməklər deyirdi. Baxın, healthy food deyirdi burada. Ona görə digər variantı götürə bilmərik. School soccer club on Fridays is for bu vaxt sadəcə bir dəqiqə baxaq. Friday. Girls on Tuesday. Orada bircə dəqiqə. Onda dördüncü sual səhv olacaq. Dördüncü sualda false olacaq. Çünki niyə? Deyir ki, qızlar Tuesday, oğlanlar isə Friday gələcək. Yəni birlikdə oynaya bilməzlər. Ona görə false. İndi burada nə deyir? Qızlar Tuesday, oğlanlar Friday. Friday kimlər olacaq? Oğlanlar. Məni nə çaşdırdı? Burada sonda bütün yaşların birlikdə oynamağı. Amma burada yaş soruşmur axı. Burada cins, yəni qızlar və oğlanları soruşur. Bəli. Historic club members eat their lunch before the meetings at the club meetings. Məncə at the club meetings olacaq. Çünki lunch time, eat lunch and talk about interesting historic topics. Yəni həm yeyirikdir, həm də danışırıq maraqlı historical mövzularından. The history club is for all ages-dir, yoxsa baxaq. All students. All students deyirsə, deməli 11 ilə 13 yaş arasıdır. Bütün yaşlar desəydi, bura böyük və yaxud da 13, 11 yaşdan kiçik uşaqlar da nəzərdə tutulmuş olardı. Amma studentləri nəzərdə tutur. Çünki all students deyir. Davam edirik. Can ability bayaq öyrəndiyimiz mövzu. Complete the sentence about Paralympic athletes use information in the table. Baxırıq. Oksana üzməyi bilmir. Cycle, run bilmir. Sky bilir. Deməli, bu cədvələ baxaraq biz burada can yoxsa can't istifadə edəcəyik, ona baxırıq. Deyir ki, Oksana and Kana can cycle fast. Oksana burada, daha sonra Kadın burada, hər ikisi də edə bilirlər. Bu okey, onu düzdür. Daniel və Messi swim fast. Daniel burada. Messi hardadır? Messi də burada. Swim. Daniel da bu da deməli olacaq can. Hər ikisində tikdir çünki. Jerry. Jerry hanı buradadır? Ski edə bilirmi? Yox, edə bilmir. Deməli can't. Jerry and Kadın. Jerry burada. Kadın isə burada. Run fast. Fast'a baxaq. Okeydir. Okey. Deməli can run fast olacaq. Can istifadə edəcək. Teo'ya baxaq. Teo ski fast. Teo buradadır. Bəli. Deməli okeydirsə, tikdirsə can olacaq. Messi run. Messi run hardadır? Burada. Deməli can't run. Qaça bilmir. Daniel and Theo. Theo burada. Daniel burada. Cycle. Daniel burada, Theo burada. Heç biri də edə bilmirlər. Deməli can't. Katsena burada. Cycling. Səhv oxumuşam. Yəni velosiped sürmək. Cycling and run. Katsena. Run. Və hər ikisi də bəli. Deməli can olacaq. Hər ikisi də tik olduğuna görə can istifadə edəcəyik. Davam edirik. Write a question and short answer. Use the prompts and table. Exercise 1. Can you swim? Yes, I can. You olduğuna görə you'la. Onda ikincidə Daniel-dırsa can. Daniel. N yazacaqdım. Daniel. Ski. Daniel ski eləyə bilirdisə, baxaq bir dəqiqə. Daniel hanı? Burada fizək sürə bilir? Yox. Deməli, no, he can't. He can't. Daha sonra 3-ə baxırıq.
Can we um, burada tik qoyublarsa deməli cavabımız düzdədir. Can we cycle? Yes, we can. Daha sonra Cadena and Jerry. Cadena and Jared run fast. Cümlə biraz uzun oldu. Baxaq Jerry ilə kim idi? Run fast, bəli. Baxın, burada can yazmışıq. Deməli, deyəcək ki, yes, they can. Bəli, onlar sürətli qaça bilirlər. 5-ə baxırıq. Oksana. Oksana burada bir dənə cycle sürmək də verilib. Deməli, yazırıq. Can Askana, düzdür. Aksana elədim qızın adını. Askan swim. Gəlin baxaq. Üzə bilir. Xeyr, üzə bilmir. Deməli, no, she can't. Daha sonra can Jared run? Qaça bilir. Gəlin baxaq. Qaça bilir. Bəli. Baxın, çek qoyublar. Deməli, deyirik ki, yes, he can. Daha sonra bunun cümləsi biraz uzun olacaq. Can Maize and Daniel swim? Maize and Daniel. Maize burada, Daniel burada. Swim isə bəli, hər ikisi edə bilir. Deməli, yazacağıq ki, yes, they can. Biraz qarışıq oldu. Ümid edirəm başa düşərsiniz. Çünki yer burada balacadır. Daha sonra 8-də can I can I ski? Cavabımız inkardadır. No, I can't. Belə bu tapşırığımızı da tamamladıq. 3-ə baxırıq. Complete the dialogues with can or can't and the verb in brackets. Can he walk? Yes, he can. And he can to burada da deməkdir. Da deyirsə, deməkdir ki, bəli, o həm də qaça bilir. Can run. And daha sonra can he talk? No, he can't. Not really. But deməli, no, he can't not really. But he can say some words like mom and more. Davam edirik. Can you dance? Dad, sən rəqs edə bilirsən, ata? Yes, I can. I'm good dancer. Mən yaxşı rəqqasam. What about you, mom? Bəs sən, ana? Yes, I can dance. Yes dediyinə görə təsdiq də verməliyik. Right, dad. Düzdür, ata. No, she can't. Xeyr, o atasından soruşur. Əlbəttə ki, qız atasından soruşur ki, doğrudur ata. Ata da deyir ki, no, she can't. Yox, o doğru deyil. O bacarmır. You deməli, I can dance. You can't dance. Sən yaxşı rəqs edə bilmirsən. But I can dance well. Yəqin ki, belə özün deyir. But I can dance. Amma mən daha yaxşı rəqs edə bilirəm.
Belə uşaqlar, bugünlük də izahımızın sonuna gəldik. Növbəti izahlarda görüşənədək hələlik.